buraxılış imtahanından çıxarıldı və nəticədə 1 il itirdi. Heç bir şey bilmirsiniz. Nə üçün də yazmayasınız? Getdiyəm belə bir səhvə düşməyim, amma neçə dəqiqə qalıb. Elədiyim ən böyük səhvlərdən biri idi. Açıq suallara qarşı ön yarğılıqlar. Özünüzə nə qədər güvənsəniz də, nə qədər yaxşı olduğunu bilmirsiniz. Həqiqətən mənim üçün nəticələrdə ağır oldu. Hər kəsə salamlar dostlar, mən Fidan. Bu videoda buraxılış imtahanında edilən 12 ən böyük səhv haqqında danışacağıq və inanıram ki, videonu sona qədər izləsəniz imtahan nəticələrinizin artmasına kömək olacaq. Bu videoda stres olmaq imtahanda edilən ən böyük səhvlərdən biridir deməyəcəm. Çünki düşünürəm ki, artıq hər kəs stres olmağın həm ruh halımıza, həm də imtahan nəticələrimizə necə mənfi təsir göstərdiyini hər kəs bilir. Buna görə də ilk olaraq ən önəmli maddələrimizdən biri olan planlama etməmək. Bu mövzu haqqında danışmaq istəyirəm. Düşünün ki, siz imtahana girirsiniz, amma hər hansı bir planınız yoxdur. Hansı fəndən başlayacaqsınız, hansı fəndən neçə dəqiqə vaxt ayıracaqsınız, hansı ardıcıllıqla irəliləyəcəksiniz, heç bir şey bilmirsiniz. Təbii ki, heç bir planlama etmədən imtahanı da doğru idarə etmək mümkün deyil. İkinci ən böyük səhv isə müəllimin sizə imtahandan bir gün əvvəl, yaxud da imtahan günündə atdığı səslərə, yaxud da tapşırıqlara diqqət yetirməmək, önəm verməməkdir. Çünki müəllimlər bunu necə olur həqiqətən bilmirəm, amma sanki içlərinə dolur və imtahan günü ya da imtahandan bir gün əvvəl bizi buna diqqət elə dediyi şeylər çox vaxt gəlib qarşımıza çıxır. Hətta real bir nümunə verim. Mənim bacım buraxılış imtahanına gedəndə tarix müəllimimizdən bir şey soruşubmuş. Və həmin sual blok imtahanda təsadüfən gəlib ona düşmüşdü və doğru yazmışdı. Ona görə də əgər müəllimləriniz sizə filan şeyə diqqət edin, yaxud da bunu yadda saxlayın deyirlərsə, onları mütləq nəzərə yetirin. Üçüncü ən önəmli səhv isə imtahana saat taxmadan getməkdir. Bu bilirəm çox standart məsləhətlərdən biridir, amma hələ də eləməyən çox adam var. Ona görə bu videoda buna da yer vermək istədim. Saat taxmaq həqiqətən sizin işinizi və planlamanızı çox rahatlaşdırır. Düzdür, nəzarətçidən hər dəfə vaxtı soruşa bilərsiniz, amma nəzarətçi sizə bir dəfə deyir, 2 dəfə deyir, yaxud da hələ çox var deyir. Neçə dəqiqə qalıb soruşursunuz, amma o deyir hələ çox var, amma neçə dəqiqə qalıb. Mən bu maraqlıdır. Ona görə də ki, saatınızı özünüz taxın, həm hansı fəndən nə qədər vaxt ayıracağınızı özünüz planlamış olun, görmüş olun, həm də istədiyiniz vaxt saata baxaraq nə qədər vaxtınızın qaldığını görün. Başqa birindən soruşma ehtiyacı duymayın. Mənə görə buraxılış imtahanında elənilən ən böyük səhv kitabça paylanan kimi xarici dildən dinləmə suallarına baxılmamağıdır və kitabça paylandıqdan sonra birbaşa dinləmə mətnləri başladığı üçün və siz də suallara baxmadığınız üçün nəyə daha çox fokuslanmalı olduğunuzu bilməyəcəksiniz. Buna görə də kitabça paylandıqdan sonra birbaşa eləməli olduğunuz ilk iş açıb dinləmə mətnlərinin suallarına baxmaqdır. Beşinci ən böyük səhv isə mənə görə imtahana xarici dildən başlamamaqdır. Bəzi abituriyentlər olur ki, dinləmə mətnini bitirdikdən sonra ya riyaziyyat ya da Azərbaycan dili ilə davam edirlər. Amma məncə bu imtahanda biraz qarışıqlıq yaradır və sizin vaxt bölgünüzə də təsir eləyir. Bundan sonraki videoda isə imtahanda vaxtın idarə edilməsi ilə bağlı bir video çəkəcəm. Orada daha ətraflı danışacağım. Amma qısaca burada da deyim, mənə görə buraxılış imtahanında hər fəndən 1 saat vaxt ayrılmalıdır və mən ilk olaraq xarici dildən başladığım üçün dinləmə mətnlərinə və bütün fokusumu ora yönləndirdiyim üçün düşünürəm ki, imtahanın davamında da xarici dili yazıb bitirib daha sonra digər fənlərə keçmək daha məsləhətlidir. Çünki artıq sizin bütün fokusunuz orada olur və yaxud da orada hər hansı bir sual ağlınızda qalıbsa, keçib Azərbaycan ilə yaxud da riyaziyyatı yazanda o beyninizdə qalacaq və hər iki sualı eyni anda fikirləşəcəksiniz. Ona görə də həm vaxtı doğru idarə eləmək, həm də ağlınızda hər hansı sualın qaranlıq qalmaması üçün məncə ilk olaraq xarici dili yazın, daha sonra isə keçin ən yaxşı bildiyiniz fənni yazın. 6-cı maddə olaraq imtahanda bir sualın üzərində çox dayanmamaq deyəcəm. Bilirəm, bu abituriyentlərə verilmiş standartlaşmış məsləhətlərdən biridir. Amma bu videoda mən də yenə bu məsləhətə yer vermək istədim. Çünki ola bilər ki, siz inada düşürsünüz, yaxud da hər hansı bir fən ən yaxşı bildiyiniz fəndə istəyirsiniz ki, orada 0 səhvlə o imtahan keçəsiniz və 100 bal toplayasınız. Buna görə də inadla bir sualın üzərində çox durursunuz. 10 dəqiqə, 15 dəqiqə, hətta bəlkə də 5 dəqiqə. Amma bu doğru deyil. Yəni siz düşünün ki, ən son nəticə olaraq sizin topladığınız ümumi bal önəmlidir. Ona görə də 5 dəqiqəyə yaxud da 10 dəqiqə üstündə durduğunuz o bir sualın əvəzinə başqa 3-4 sual da yaza bilərsiniz. Əgər imtahanda son nəticə olaraq ümumi balınızın çox olmağını istəyirsinizsə, dediyim kimi bir sualın üzərində çox durmamağa çalışın. Buraxılış imtahanında abituriyentlərin elədiyi ən böyük səhvlərdən biri də qapalı sualları boş buraxmaqdır. Bu əslində blok imtahanında məntiqlidir, çünki 4 səhv bir düzə aparır. Amma buraxılış imtahanında səhv yazılmış suallar hər hansı bir bal aparmadığı üçün qapalı sualları boş buraxmaq mənə məntiqsiz gəlir. Ən məntiqli gələn cavab hansısa onu atın, ya da ümumiyyətlə heç bir fikriniz yoxdursa belə yenə də hər hansı bir variant yazın. Çünki dediyim kimi, əgər orada heç bir balınızı aparmırsa, nə üçün də yazmayasınız. 8-ci maddə olaraq isə imtahanda açıq sualları boş buraxmaq deyəcəm. Düzdür, əslində bilirəm, abituriyentlərin bir çoxu açıq suallara qarşı ön yarğılıdırlar. Xüsusilə də riyaziyyatda açıq sualları heç yaza bilməyəcəklərini düşünürlər. Buna görə də ümumiyyətlə suallara baxmırlar.
Amma bu çox yanlışdır. Çünki ola bilər ki, siz o sualın həllini tam bilməsəz belə yarıya qədər bilirsiniz. Sualın həllini hara qədər bilirsinizsə, ora qədər mütləq yazın. Çünki bilmirəm, imtahan meyarları haqqında bilirsiniz ya yox, amma meyarlarda belə sualın yarıya qədər yazıldığı halı, sona qədər yazıldığı halı, yaxud da gəlib sonda səhv nəticə almaq, bütün bunların hamısına uyğun ballar fərqlidir. Ona görə də əgər bir sualın həllini tam olaraq sona qədər bilmirsinizsə, heç yazmamaq əvəzinə bildiyiniz şəkildə yazın və açıq sualları qarşı tərəfin rahat oxuya biləcəyi, anlaya biləcəyi tərzdən yazın ki, daha yaxşı bal ala biləsiniz. İndi isə gəldik imtahanda ən qorxulu şeylərdən birinə, yanındakından kömək istəmək, yaxud da yanındakının səndən köçürməsinə, səndən nəsə soruşmağına icazə vermək. Qətiyyən eləməyin belə bir şey. Mən özüm yadımdadır, buraxılış imtahanının yanında bir oğlan oturmuşdu və inadla məndən köçürmək istəyirdi. Mən də ona eyni variant olmadığımızı izah eləməyə çalışırdım, amma inadla köçürmək istəyirdi, yaxud da məndən nəsə soruşurdu. Qətiyyən belə bir səhvə düşməyin dostlar. Yaxud da kiməsə ürəyiniz ağrımasın, kömək eləyin, bir sualdır və s. Qətiyyən belə bir səhvə düşməyin. Məsələn, sizə yaxın bir hazırlıq yoldaşımdan nümunə verim. Buraxılış imtahanında yanında oturan qıza kömək elədiyi üçün buraxılış imtahanından çıxarıldı və nəticədə 1 il itirdi. Buraxılış imtahanından qovulduqda blok imtahanına avtomatik qəbul olunmursunuz. Bu da 1 il məzuna qalmağınız deməkdir. Buna görə də qətiyyən nə başqa birindən kömək istəyin, nə də başqa birinə kömək eləyin. 10-cu maddə olaraq isə imtahanda çox qəribə bir tiplər haqqında danışacağam. Məsələn, sənin yanında oturur və sənə deyir ki, mən Azərbaycan dilində yaxşıyam, sən də riyaziyyatda yaxşısansa, gəl bir-birim üçün bu fənni yazaq. Qətiyyən belə bir səhvə düşməyin. Çünki o insanı siz orada ilk dəfə görürsünüz və yaxşıyam dediyi fəndə nə qədər yaxşı olduğunu bilmirsiniz. Ya da ümumiyyətlə bayaq dediyim situasiya kimi əgər aşkarlansa ki, siz bir-biriniz üçün yazırsınız, imtahandan qovulmağınıza səbəb ola bilər. O da 1 ilinizi itirməyinizə səbəb olar. Ona görə də qətiyyən kiminsə belə vədlərinə, yaxud da sözlərinə inanmayın, aldanmayın. Sadəcə başınızı aşağı salın, vaxtınızı idarə edərək özünüz üçün yazın. Yəni nə də yazsınız, yaxşı və ya pis özünüzün olsun. 11-ci maddə olaraq isə yazdıqlarınızı ən sonda yoxlamamaq deyərəm. Bu mənim özümün blok imtahanında elədiyim ən böyük səhvlərdən biri idi və həqiqətən mənim üçün nəticələrdə ağır oldu. Özünüzə nə qədər güvənsəniz də yazıb bitirdikdən sonra cavab kartına o cavabları köçürməmişdən əvvəl mütləq başdan sona yenə bütün sualları yoxlayın. Bəzən olur ki, həqiqətən çox mənasız səhvlər eləyirik, yoxsa nəsə gözümüzdən qaçır, olmamalı olan şeyi yazırıq və s. Ona görə də yazıb bitirdikdən sonra cavab kartına köçürmədən əvvəl mütləq şəkildə yazdıqlarınızı yenidən yoxlayın. Ən son maddə olaraq isə kodlaşdırmaya çox az vaxtın saxlanılmasını deyərəm. Ola bilər ki, hansısa sualları yazmamısınız və o sualların həllərini yazmağa çalışırsınız. Buna görə də kodlaşdırmaya çox az vaxt saxlamısınız. Belə bir şey qətiyyən eləməyin. Yaza bildiklərinizin hamısını yazın və daha sonra kodlaşdırmanızı eləyin. Ən sonda yerdə hansı suallar qalırsa imtahanın sonuna qədər onları yazın. Yəni demək istədiyim odur ki, o suallarla inadlaşmaq əvəzinə birinci kodlaşdırmanızı eləyin, rahat bir şəkildə hər şeyi ora köçürün. Ən sonda isə qalan vaxtınızda isə yerdə qalan sualların yenidən həllərinə baxa bilərsiniz. Bugünlük məndən bu qədər dostlar. Əgər video sizin üçün faydalı olursa like eləməyi və videonu öz dostlarınızla paylaşmağı unutmayın. Növbəti daha fərqli videolarda görüşmək ümidi ilə sağ olun.